Oh my god, oh my god, oh my god. Son oyuncular, son oyun. Bundan evvel şu var. Ne kadar oynattık ve hamısı win. Burada da bir adam unutmuşam. Onu da size göstermek istedim. Unuttuğum adam. Yani de bunu necə tanımayan var mı? Zayıflar. Neyse başlayalım. Son tur artı naz versə və yaxud uduzsaq da sonra da masalarımızı atacağıq. Sinsi tarla map. First pick'ten de neyse eləmiyorlar. Damien'i banlayacağım. Damien bende 9 seviye olmasaydı banlayardım. 11 daha doğrusu 9 seviye olmasaydı 11 olsaydı banlamazdım. Sinstar Bull. Bull o kadar da OP değil evvelki kimi. Neyse banlarımız geçeydi. Dragon banlar da pis değil. First pick bizde Chester alır. Yani açıkta kalıp. Əla. First pick Chester'dan geçey ile irəliləyirik. Nita o. Emz açıq değil. Yox. Bu da olar. Belki hiç bunu da alaram bilmirəm. Qəşəng kostümdə var axı özüdür. Oh my god. Oh my god. Divarı kıracak bir şeyler lazımdır. Bu master de 100%. Çünkü görünür de yani. Keşke ben de Naja olardım. Crow. Yani. Bu yaxşı gedər yoxsa pis? Bilmirəm. Alım. Alım. Ne olabilir? Ne olabilirler görək. Məncə divar qıran bir şey alsalar net oynaya bilməyəcək. Almasalar nə bilim ya. Çox qəribədir. Son oyunumuz olsa yaxşı olar. Və Meeple. Oo. Geçeydi pis değil. İki takımın da kompu geçeydi bu arada. Görək kim alacaq. Görək bu bizim son oyunumuz mu yoksa hələ oyun mu var? Yanımıza qəşəng adamlar atdı bu arada. Ayda xoşlamıram da bunu, Meeple'ı. Güdümlü gedir oxuma mərmiləri. Ultimi kastım ama necə? Vuramadı gol. Oha! Necə? Necə oldu o? Neyse heç də vecmədə öyle yaxşı oldu əslində. Top onların tərəfdədir. Nit heç nə eləyəmir bu arada. Mən çaşıb arxaya baxırmışam. Necə gol yediniz orada? Neyse. Oha, oh my god. Neyse, içəri atanmadı əsas odur. Bizim Chester'ın ultisini mən hələ görmədim də. Bunlar niyə belə oynayır abi? Aha. Bak orada ikisini aldım. Hayda. İlk tur getdi. Niyə belə oldu bu? Mən bunlardan yaxşıyam axı. Meeple'ı mən eşşək kimi raşlasam belə olardı onsuz da. Ayda. Bizim Crow neynir? Crow'a var bir dənə sən za. Dediğim master'dı yaxşı oynayacaq. Başı master. Mən də ulti insaf attım. Neyse top bizim lane'dədir. Hardan geliyor?
Ay belə çox soğuk. Ultisi ne zaman bastı? Bizim Krov'un var yok sikim. Allah hakkı bizim Krov oynayamır da heç nə. Bax. Bir dənə sırf o atışım getmədi ya. Bu bizim Krov divara vurur. Hala oyna da sana var. Hannos. Nə bəyanatları? Neyse ikinci roundumuz açıqda. Açıqda mapini sevirəm bu arada. Çok yaşayım mapini. Burada mənim də əla piklərim var. Banlamaq üçün məncə Pierce idealdır. Bizim üçün də Colette banladı əla. Brock ala bilərlər. Otis nə ala? Brock banlayıblar. Biz də işin gedişatına görə Byron ala bilərik. Angelo da var. Oo, Angelo net. Yəni Berlin ən böyük antilərindən biridir Angelo. Bu da bir səndən alsın. Heç bir fikrim yoxdur. Ne alırsan ne? Maple. Kit. O. Kit Mortis. Onlar yazsınlar. Pis değil. Baz. O yok yok olmaz. Bize göre neyi yapabilirler? Ben Mortis'den belə də alaram. Oo al. Eşek.
Aha, oh. Oy da otonu spamladım da yani şey. Çok əla əla. 14 kill. Ay bula. Çox əla bir maç keçdi də həqiqətən. Ləzzət elə də özümə. 113. Çox əla, çox əla. Son uşaqlar, son maç. İnşallah son maç. Kurak sezon, dry season. Deməli, burada Jean, Meeple, Ruffs, Penny, belə karakter. Ruffs alsalar mən Penny direkt çəkərəm də, yəni. Pierce məndə yox, Pierce zəhləmlidir. Məndə yoxdur deyə. Demin də oynaya bilərik, çünki Şimal Amerika'nın oyununa baxdısa, yəni esporda, orada Demin'dan çox qəşəng işlər çıxartdılar. Mortis. Hiçbir Mortis o kadar berbat yani. Ne alaka? Ben ne alaka? Hiç olmasa sen bunu al. Hiç olmasa bu olsun da yani bizimki getdi kar
ölməyə fikrim yox idi, amma yenə də olsun. Əla uşaqlar və 2-yə 9 oynayar Reşo. Reşo adama bir dənə Reşo. Nəysə. Və Legendary 1. Çox əla, çox əla. Artıq 12-ci səfərdir efsanəvi atıram da bilmirəm nə qaracam mən bu efsanəviləri. Artı 104 vermiş. 6025 əla. Və sıralamaya da baxırıq. Sıralamada vəziyyət necədir? Dünyada yox, əlbəttə Azərbaycana baxacağıq. O qədər qudurmamışıq. 78-dəyəm. Çox əla məncə olub. Məncə. Həqiqi. Hələ master atan yoxdur, hə? Ya. Bilmirəm. Bu sezon master ata biləcəyim. İnşallah atarıq uşaqlar. Nəysə. Bu videoyu izləyənlər hamınıza təşəkkür edirəm. Çox qəşəng bir video oldu. Sağ olun, salamat qalın.